Salam, 5-ci sinif Azərbaycan tarixindən 30-cu dərsimizə keçirək. Dərs 30. Qanı ilə tarix yazan qəhrəmanlar. Yəqin ki, hər birimizin çox sevdiyi nağıl, çizgi filmi, kinofilm, futbol, şahmat və s. kimi sahələrin qəhrəmanları var. Uşaqlıq illərindən biz bu qəhrəmanların vurğunu olur, onlara bənzəmək istəyirik. Böyüdükcə qəhrəmanlarımız da, qəhrəmanlıq haqqında fikirlərimiz də dəyişir. Bəs əsl qəhrəmanlar kimdir? Biz kimlərə qəhrəman deyə bilərik? Qəhrəmanlar müqəddəs amallar naminə öz həyatlarını təhlükəyə atan, canlarından keçən şəxsiyyətlərdir. Heç kim anadan qəhrəman doğulmur. Yalnız qəlbi, ürəyi, vətən, millət və bayraq eşqi ilə dolu olanlar bu zirvəyə ucala bilir. Tariximiz bu qəhrəmanlarla zəngindir. Azərbaycanın igid oğul və qızları canlarını vətənləri üçün fəda etməkdən heç vaxt çəkinməmişlər. Artıq bu dərsin əvvəlki paraqraflarında Azərbaycan oğullarının müxtəlif dövrlərdə göstərdiyi igidlik nümunələri ilə tanış olmuşsunuz. İndi isə Qarabağ müharibəsi qəhrəmanlarından söhbət açacağıq. Sonuncu şəkillər. Azərbaycan Qarabağ müharibələri dövründə 30 mindən artıq şəhid vermişdir. Ölkəmizin demək olar ki, hər yerində şəhid məzarlıqları vardır. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların uyuduğu şəhidlər xiyabanı Bakıda salınmışdır. Xalqımız şəhidlərimizin əziz xatirəsini unutmur. Elə igidlərimiz də var ki, onların taleyi barədə dəqiq məlumatlar yoxdur. Lakin göstərdiyi qəhrəmanlıqlar dillər əzbəridir. Onlardan biri Natiq Qasımovdur. O, çoxları kimi Xocalı faciəsi haqqında televiziyadan xəbər tutmuşdu. Ürəyi düşmənə qisas hissi ilə dolan gənc Natiq könüllü olaraq Azərbaycan ordusu sıralarına yazılır və cəbhəyə yola düşür. 1992-ci ilin martı Ağdam Əsgəran istiqamətində qanlı döyüşlər gedirdi. Natiqin olduğu dəstə vacib yüksəkliyi düşməndən geri alaraq orada möhkəmlənir. Düşmən nəyin bahasına olursa olsun, həmin yüksəkliyi ələ keçirməyə çalışırdı. Dəstə üstün qüvvələrlə hücum edən düşmənin bir neçə hücumunu dəf etdi. Əlavə kömək isə ləngiyirdi. Bundan istifadə edən erməni silahlıları döyüşçülərimizi mühasirəyə aldı. Qədim Alban kilsəsində müqaviməti davam etdirən əsgərlərimizin isə sırası seyrəlirdi. Kilsəyə heç cür yaxınlaşa bilməyən ermənilər Xocalıda əsir götürdükləri sakinlərdən birini Cəfər müəllimi danışıqlar aparmaq üçün kilsəyə göndərdilər. Düşmənin şərti belə idi. Əgər kilsədəkilər təslim olmasalar, Xocalıda əsir götürülmüş bir qrup mülki şəxs öldürüləcək. Atəş səsləri sustu. Xocalı sakini ehtiyatla kilsəyə yaxınlaşıb, məni Xocalıda əsir götürüblər, sizin yanınıza danışıqlara göndəriblər, atəş açmayın, deyə səsləndi. Kilsədən zəif bir səs gəldi. Gəl içəri. İçəri daxil olan əsir gözlərinə inana bilmirdi. Orada cəmi bir əsgər var idi. Yerə uzanan əsgərin ətrafına boş güllə cilizləri səpələnmişdi. Kilsədən bayra açılan yerlərdə atıcı silahlar qoyulmuşdu. Sən demə, döyüş yoldaşları həlak olan Natiq son 5 günü ermənilərlə tək başına döyüşürmüş. Ermənilər isə kilsədə xeyli əsgərə qarşı döyüşdüklərini fikirləşirdilər. Susuzluq və aclıq igid döyüşçümüzü əldən salsa da, düşmənə təslim olmaq fikri yox idi. Onun cəmi 2 gülləsi qalmışdı. Cəfər müəllim, nə eləyəcəksən o 2 gülləni? Deyə soruşdu. Natiq cavabında, son gülləni özümə saxlamışam, dedi. Cəfər müəllim ürək ağrısı ilə, abala, o biri gülləni də mənə vur, ikimiz də ölək, deyib hönkürdü. Biraz özünə gələndən sonra ermənilərin şərtini açıqladı. Mənə dedilər ki, kilsədəkilər təslim olmasa, 22 nəfər Xocalı əsirini öldürəcəklər. Biraz fikirləşən Natiq son gülləsini havaya atdı. Kilsənin üzərinə sancdığı Azərbaycan bayrağını oradan çıxardı. Özü ilə götürüb Xocalı sakini ilə birlikdə kilsədən çıxdı. O bilirdi ki, onu hansı aqibət gözləyir. Lakin vətən qarşısında hərbiçi kimi son borcunu verirdi. Tək dinc Azərbaycanlılara toxunmasınlar.
Düşmən heyrət içərisində idi. Neçə gün ərzində cəmi bir əsgərlə döyüşdükləri və ona qalib gələ bilmədikləri ilə heç cür barışa bilmirdilər. Qəzəbləri coşub daşsa da, yanlarında Rus və İtalyalı jurnalistlər olduğundan Natiqlə dərhal sərt davranmadılar. Onu sorğu-sual adı ilə özləri ilə apardılar. Rus jurnalist Natiqin təslim olduğu anı, İtalyalı jurnalist isə sorğu-sual edildiyi anı kadrlara köçürə bilmişdilər. Bu onun sonuncu şəkilləri idi. O gündən sonra Natiqdən heç bir soraq çıxmamışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Natiq Qasımova Azərbaycanın milli qəhrəmanı adının verilməsi haqqında. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlimoğlu Qasımova Azərbaycanın milli qəhrəmanı adı verilsin. Ölümündən sonra. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti. Əsirlikdən azad edilmiş Cəfər müəllimin dedikləri. O razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Natiq bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı. Fotokameraları axşamın toranında gözləri düşmənə nifrətlə zillənmiş, əlində bayraq olan Natiqə tərəf yönəldi. Mübariz. 2010-cu ilin yayı, atəşkəs dövrü. Ön xətt düşmənlə üzbəüz ərazi. Burada xidmət edən Azərbaycan kəşfiyyatçısı gecə saatlarında təxminən 1 kilometrlik minalanmış sahəni keçir. Təkbaşına erməni postundakı əsgərləri zərərsizləşdirir. Daha sonra isə düşmənin dərinlikdə yerləşən əsgər kazarmasına hücum edir və qeyri-bərabər döyüş başlayır. Düşmənə qarşı onların öz silahlarından istifadə edən igid kəşfiyyatçı xeyli erməni əsgərini məhv edir. 5 saatlıq döyüşdən sonra özü də həlak olur. Baş verən bu hadisə böyük əks-səda yaratmışdı. Azərbaycan ordusunun hərbiçisi düşmənin möhkəmliyi ilə öyündüyü müdafiə xəttini tək başına yarmışdı. Məğlub edilməz ordunun onlarla əsgərini məhv etmişdi. Bəs bu qəhrəman kim idi? Artıq onun adı və soyadı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdur. Mübariz İbrahimov. Şəhid olduqdan sonra mübarizin əşyaları içərisində ata-anasına yazdığı məktub tapıldı. Qəhrəmanımız yazırdı. Əziz atam və anam, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Mən bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Zəifliyi ilə barışa bilməyən düşmən mübarizin nəşini qaytarmaq istəmirdi. Bu isə müharibə qanunlarına zidd addım idi. Azərbaycanın və beynəlxalq qurumların israrlı tələblərindən sonra qəhrəman hərbiçimizin cəsədi ermənilərdən alındı. Mübariz İbrahimov böyük ehtiramla fəxri xiyabanda dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın milli qəhrəmanı adı verildi. Hazırda doğulduğu doğma Biləsuvar rayonunda məktəblərdən biri onun adını daşıyır. Bilirsinizmi? Mübariz İbrahimovun adı təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də dillər əzbəridir. Qardaş Türkiyə Cumhuriyyətində çəkilən bir çox filmlərdə onun adı qəhrəmanlıq rəmzi kimi ehtiramla yad edilir. Belə filmlərdən biri də Savaşçı filmidir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Qəhrəmanlarda hansı xüsusiyyətlər olmalıdır? Qəhrəmanlarda heç növbədə cəsarət olmalıdır. Onlar qorxmadan vətəni və xalqı uğrunda mübarizə aparmalıdırlar. Qəhrəman vətənpərvər, ədalətli, qətiyyətli və mərd olmalıdır.
O çətinliklər qarşısında geri çəkilməməli, səbirli və dözümlü davranmalıdır. Qəhrəman həm də ağıllı və uzaqgörən olmalı, doğru qərar verməyi bacarmalıdır. Mətnə əsasən Natiq Qasımovu xarakterizə edin. Natiq Qasımov vətənini canından çox sevən, qorxmaz və sarsılmaz iradəli bir döyüşçü idi. O, tək başına mühasirədə qalmasına, ac və susuz olmasına baxmayaraq, düşmənə təslim olmamış və son ana qədər mübarizə aparmışdı. Natiq 22 nəfər Xocalı sakininin həyatını xilas etmək üçün özünü fəda edərək təslim olmuşdu. Əsir düşərkən belə Azərbaycan bayrağını sinəsinə sıxaraq uca tutması onun yüksək milli qürurunu və sədaqətini sübut edir. Tək başına düşmən üzərinə getmək üçün insanda hansı xüsusiyyətlər olmalıdır? Belə bir addım üçün insanda sarsılmaz bir iradə, öz canını fəda etməyə hazır olan fədakarlıq və sönməz bir qisas hissi olmalıdır. O, həm də öz hərbi hazırlığına və məharətinə tam əmin olmalı, düşmənin say çoxluğundan qorxmayacaq qədər cəsur davranmalıdır. Əslində bu, xalqın azadlığı naminə öz həyatını şuurlu şəkildə qurban vermək, yəni şəhadətə hazır olmaq deməkdir. Qalan tapşırıqlar da siz özünüz edəcəyiniz tapşırıqlardır. Bəli, bu qədər. 31-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.